Əminəm ki, indi deyəcəyəm bu metoddan sonra mənim mesaj qutumu xüsusən xanımlar bombalayacaqlar. Çünki onlara səs yaşlanmasının əleyhinə olan vasitələr deyəcəm. Ümumiyyətlə, bunun simptomları nələrdir və qarşısını almaq mümkündürmü? Təbii ki, mümkündür. Ümumiyyətlə, hər bir məsələnin həlli yolu var. Bunun da həmçinin sizə 6 istifadə edəcəyiniz saytları deyirəm. A, O, U, I, E, Ə. Bax, bu saytlərdən düzgün istifadə eləməklə səs yaşlanmasının qarşısını alacaq. Amma əvvəlcə deyim ki, əgər səsinizdə titrəmə və əsmələr başlayıbsa, xırıltı varsa, artıq şübhələnməyə başlayın. Səsinizdə yaşlanma başlayır. Ümumiyyətlə, keyfiyyətli səs heç vaxt nə xırıldamaz, nə əsməz. Bunun üçün, bax, bu bayaq dediyim 6 saytdan istifadə edəcəyik. Əvvəlcə ya açıq havada olar və yaxud açıq pəncərə önündə olar, fərqi yoxdur. Səsləri başlayırsınız tam ifadə eləməyə nəfəsiniz bitənə qədər. Məşq necə olacaq? A, bax səsi sona qədər deyəcəksiniz və digər saytları da həmçinin. Təbii, bu bütünlüklə təlimin özü deyil, təlimin özünü mən tədris edirəm və maraqlansaz, yazsaz sizə bununla bağlı kömək eləyəcək və qeyd edim ki, bunu ölkədə çox az adam tədris edir, biləsiniz.